Gənc həmkarım, Manşet Az saytının rəhbəri Əli Vəliyevin suallarına Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev bu qədər ehtinasız, əhəmiyyətsiz, vətənsiz, Azərbaycansızcasına cavab verməzdi. Ramiz müəllim, cənab prezident böyük uğurlar əldə elədi. Bütün Dağlıq Qarabağ bilirsiniz, azad edildi. Bağlı mənə sual verməyin. Onlarla bağlı açıqlama vermək. Yəni uğur kimi qiymətləndirirsiniz də yəqin ki bunu böyük bir uğurumuz kimi qiymətləndirirsiniz. Yenə deyirəm də mənə sual verməyin. Özü də bu cavab indinin deyil axı. Müxbir ona bu sualı torpaqlarımız işğaldan yenicə azad ediləndə vermişdi. Yəni hələ sevincimiz, ümumxalq bəxtəvərliyimiz isti-isti idi. Hamının qanının qaynadığı, azadlığa qarşı bayram elədiyi, qələbənin böyüklüyü, tarixliyi qarşısında şəhidlərinin ağrısını belə unutduğu vaxtlar idi. 44 günlük müharibədən dərhal sonra hazırladığımız Azadlığın Ad Günü filmindən çox kiçik bir parçanı təqdim edirəm. Ramiz Mehdiyevin soyuq, hissiz, duyğusuz və vətənsiz cavabından sonra düşünürəm ki, bu çox lazımdır. Bu ağsaqqalın möhtəşəm sevincinə baxın. Və ya əlil arabasında şütüyən, öz iti hərəkəti ilə bütün bəşəriyyəti arxasınca aparmağa qadir olan bu insanımıza baxın. Və ya öz kəfən pulunu ordumuza göndərən bu ağbirçək, ulu bayraq nənəyə baxın. Bütün orden və medallarını taxaraq, əlində bayraq, uşaq kimi sevinən o babanın, kəfən pulunu orduya verməyə port şöbəsinə öz ayaqları ilə gedən o nənənin, əlil arabasında bütün avtomobilləri ötüb keçməyə çalışan o övladın kadrları ilə həmin dəhşətli sual-cavabı bir də dinləyək. Ramiz müəllim, cənab prezident böyük uğurlar əldə elədi. Bütün Dağlıq Qarabağ bilirsiniz, azad edildi. Bağlı mənə sual verməyin. Onlarla bağlı açıqlama vermək. Yəni uğur kimi qiymətləndirirsiniz də yəqin ki bunu böyük bir uğurumuz kimi qiymətləndirirsiniz. Yenə deyirəm də mənə sual verməyin. Mənə hər gün daha çox aydın olur ki, nə üçün Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa və təmin edilməsi mövzusu Ramiz Mehdiyevin ideologiya konsepsiyasında heç vaxt ilk yeri tutmayıb. Ona görə bütün televiziyalardan həmişə şou, daha çox şou göstərin deyə tələb eləyirmiş.